sürücü günahsız olduğunu sübut etməyə borclu deyildir. Yol polisi onun qayda pozduğunu sübut etməyə borcludur. Bəzi sürücülərimiz konkret deyirlər ki, qayda pozmamışam, sübut elə. Bunlar da nə edirlər? Telefon vasitəsilə çəkiliş aparırlar. Yol polisi özü ki, sən qırmızıda keçdin və yaxud da ki, telefonla danışmısan. Sürücü iddia eləyəndə ki, sübut elə, deyir ki, bir dəqiqə gözlə, bax, gətirir telefondan göstərir ki, bax, sən qırmızıda keçmisən. Sürücü də qayıdır deyir ki, sənin telefonla çəkməyə ixtiyarın yoxdur. Demək, burada belə bir məqam yaranır. Sürücü qaydanı pozub faktiki. Amma sudan quru çıxmağın yollarını axtarır. Yəni yol polisinin telefonla çəkiliş etməyə qanunda nəzərdə tutulub deyə bir şey yoxdur. O vizual aşkar eləyir gözü ilə. Sadəcə bəzi sürücülərə qarşı onların qayda pozduqlarını göstərmək üçün telefondan göstərir. Əgər görüntü yoxdursa, yəni kamera yoxdursa, yol polisi də telefonla bunu çəkməyibsə, sadəcə bilavasitə gözü ilə görüb, o zaman sürücü məhkəməyə müraciət edir ki, mən qırmızıda keçməmişəm və yaxud da ki, mən kəmər taxmışdım, yol polisi deyir ki, o zaman məhkəməyə müraciət edir və artıq burada təqsirsizlik prezumpsiyası deyilən bir maddə var, 8-ci maddə inzibati xətalarda. Sürücü günahsız olduğunu sübut etməyə borclu deyildir. Yol polisi onun qayda pozduğunu sübut etməyə borcludur.